Salam, hər vaxtınız xeyir. Bugün kibertəhlükəsizlik dərslərimizin 10-cu dərsindəyik. Bugünkü dərsimizdə TCP və UDP arasındakı fərqləri, three-way handshake prosesini, məşhur port və protokolları, həmçinin TCP/IP və OCI modellərini öyrənəcəyik. İlk öncə TCP və UDP nədir? Şəbəkədə məlumat göndərmək üçün istifadə olunan əsas iki protokol var. Biri TCP, digəri isə UDP-dir. Gəlin bunların fərqlərini öyrənək. UDP tez amma etibarsızdır, yəni bağlantısız protokoldur. Əvvəlcədən əlaqə qurulmur. Sürətlidir, amma məlumatın itməməsinə zəmanət vermir. Həmçinin təsdiq yoxdur. Yəni göndərilən məlumatın gedib getmədiyi tam bilinmir. Bunun istifadə sahələri sürətin vacib olduğu sahələrdir. Məsələn, streaming, yəni video yayım hissələrində, onlayn oyunlarda və ya VoIP, yəni Voice over IP, səsli əlaqə, yəni real vaxtda cavabın vacib olduğu hallarda istifadə olunur. TCP isə etibarlıdır. Amma bu etibarlılığı təmin etmək üçün bir qədər yavaş işləyir. Bağlantı yönümlü protokoldur. Yəni əlaqə əvvəlcə qurulur, daha sonra məlumat ötürülməyə başlanılır. Məlumatın düzgün sırada çatmasını təmin edir. Hər paket üçün təsdiq alır, yəni çatdı-çatmadı bunu yoxlayır. Əgər ortada bir qırılma baş verərsə, bütün trafik kəsir və yenidən göndərməyə başlayır. İstifadə sahələri fayl ötürülmələridir. Məsələn, FTP, web səhifələrində HTTP, HTTPS protokollarında istifadə olunur, həmçinin e-post sistemlərində istifadə olunur. TCP-də əlaqəni qurmaq üçün 3 mərhələli əlçıxma prosesi baş verir. Bu necə olur? Demək, göndərici cihaz əlaqə qurmaq üçün ilk öncə SYN, yəni synchronize paketini göndərir. Qarşı tərəf bu sorğunu qəbul edir və SYN-ECK, yəni acknowledge cavabını göndərir. Göndərici cihazda ECK cavabını verir və əlaqə qurulur. Bu proses əlaqəni etibarlı və iki tərəfli razılıqla baş verməsini təmin edir. Daha sonra bu məlumat ötürülməsi başa çatdıqdan sonra qapanma, yəni four-way handshake baş verir. Bu zaman cihazlar arasında FIN, yəni finish və acknowledge paketləri mübadiləsi aparır. Bu da əlaqəni tam bağlamaq üçündür. İndi gəlin ən çox istifadə olunan bəzi protokollara baxaq və onların daha çox hansı portlarda istifadə olunduğunu öyrənək. İlk öncə FTP protokolu 21 portunda işləyir nəzarət üçün, 20 portunda isə məlumat üçün işləyir. İşi isə fayl ötürməsidir. SSH 22 portunda işləyir və təhlükəsiz şəkildə uzaqdan giriş üçündür. Telnet 23 portunda işləyir və bu da SSH kimi uzaqdan giriş üçündür, amma onun kimi təhlükəsiz deyil. SMTP 25 portunda işləyir və e-post göndərməsi üçün istifadə olunur. DNS əvvəlki dərsimizdə öyrəndiyimiz kimi domen adlarını IP ünvanlarına çevirir və daha çox 53 portunda işləyir. HTTP 80 portunda işləyir daha çox və bildiyiniz kimi web səhifələrinin ötürülməsində istifadə olunur. Onun təhlükəsiz versiyası olan HTTPS isə 443 portunda işləyir. Daha sonra SNMP 161 portunda işləyir və şəbəkə cihazlarının idarə olunması üçündür. LDAP protokolu isə 389 portunda işləyir və kataloq xidmətlərinə giriş üçündür. Bu portları tanımaq insidentlərin araşdırılması zamanı çox faydalı olur. OCI modeli şəbəkə əlaqələrinin necə baş verdiyini izah edən 7 mərtəbədən ibarət nəzəri bir çərçivədir. Hər mərhələdə fərqli bir funksiya icra olunur və bu məlumat ötürülməsi belə deyək baş verir. Məsələn, birinci mərhələ fizik mərhələdir. Bu artıq ən təməl kabel siqnal mərhələsidir. İkinci mərhələ data link mərhələsidir. Burada MAC ünvanı təyin olunur və frame əməliyyatları baş verir. Üçüncü mərhələ IP ünvanı təyin olunur, yəni network mərhələsidir. Dördüncü mərhələdə transport mərhələsidir və TCP/UDP protokolları bu mərhələdə işləyir, məlumat ötürülməsini təmin edir. Beşinci mərhələ session mərhələsi, burada əlaqənin qurulması təmin olunur. Altıncı mərhələ presentation mərhələsi, burada məlumatın kodlanması və ya deşifrə olunması baş verir. 7-ci mərhələ isə sonuncu mərhələdir və application mərhələsidir. Bu artıq istifadəsinin gördüyü səviyyədir. Məsələn, web browser ola bilər və ya e-post ola bilər. Yalnızca saxlayın ki, OCI modeli təbii ki, fiziki bir şey deyil. Sadəcə bu əlaqənin necə qurulduğunu öyrənmək, daha yaxşı qavramaq üçün istifadə olunur. Gəlin, məsələn, bunu örnəklə izah edək. Tutalım, siz youtube.com yazıb kliklədikdə nə baş verir? Burada ilk öncə 7-ci mərhələdən başlayır bütün hər şey, yəni application layer'dən. Burada HTTPS sorğuları hazırlanır və göndərilir.
Daha sonra 6-cı mərhələyə düşür, yəni presentation mərhələsinə. Burada məlumatların necə şifrələnəcəyi müəyyən olunur. Yəni HTTPS şifrələməsi, məlumatın sıxılması və format çevrilməsi burada olur. Daha sonra session mərhələsində browser ilə YouTube server arasında əlaqə qurulur. 4-cü mərhələdə transport layer'da, yəni TCP protokolu istifadə olunur və sorğu segmentlərə bölünərək göndərilir. 3-cü mərhələ artıq network mərhələsidir və IP ünvanlaması aparılır. Yəni DNS vasitəsilə youtube.com IP ünvanına çevrilir və IP paketləri yaradılır. Mənbə IP-si, yəni kim sorğu göndəribsə, məsələn sizin kompüteriniz və təyinat IP-si təyin olunur. Daha sonra 2-ci mərhələdə data link layer'də artıq IP paketləri framelərə çevrilir və MAC ünvanları əlavə olunur. Və sonuncu mərhələdə isə fiziki layer'də bütün bu hər şeyi elektrik siqnallarına çevrilərək ötürülür. İndi belə deyək, bu sizin tərəfdən gedən sorğu idi. Server tərəfdə isə bu sorğunu qəbul edir və bu cavabı 1-ci mərhələdən 7-ci mərhələyə qədər yuxarı doğru işləyir. TCP/IP modeli, belə desək, OCI modelindən sadəcə sadələşdirilmiş formatdır. Burada görə biləcəyiniz kimi data link layer və fiziki layer bir yerdə network layer adlanır. Network layer isə internet layer olaraq adlandırılır. Amma belə desək, bütün demək olar hər bir şey eyni qalır. Transport layer'da elə transport layer kimi olduğu kimi qalır. Amma daha sonraki 3 mərhələ, yəni session layer, presentation layer və application layer ümumi bir başlıq altında application layer olaraq adlandırılır. Bu daha sadə formatdır və real həyatda daha çox istifadə olunur. Həmçinin məlumat üçün nəzərinizə çatdırım ki, bu model 1960-cı illərdə ARPANET üçün yaradılmışdır və daha sonra müasir internetin əsasına çevrilmişdir. Beləliklə, bu dərsimizin də sonuna gəldik. Bu dərsimizin tapşırığı kimi hansı protokol OCI modelinin hansı layer'ında işləyir, bunu öyrənə bilərsiniz. Bu yaxşı olar sizin üçün. Əgər hər hansı bir sualınız yaranarsa, bizimlə bölüşə bilərsiniz. Gələn dərsimizdə görüşənə qədər özünüzdən müğayət olun.